Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindi. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar arzulayıram təbii ki, ürəkdən. Dünənki YouTube analiz məncə əla idi, yəni pis deyil idi. Və hansı dönəmdə olduğumuzu nəzərə almalıyıq, hər şey bir qırağa. Bu belə saytımızdakı metrikalardan dəhşət dünən xoş sözlər gəldi. Dünən 16 seçimdən 13'ü gəlib. Bu məncə inanılmaz bir göstəricidir həqiqətən də. Saytımızın linki yoxdur aşağıda. Qoymağa da çəkinirəm. Keçən dəfə izah eləmişdim. Niyə? Kupon bu layihənin adı kimi .com.az belə. Telegramın linki aşağıda. Vaqifin də Telegramının linki aşağıda. Dünən bir qardaş yazmışdı ki, Vaqif kimdir, tanıyan var, linki ata bilərsiniz. Qardaş, deyirəm axı linki aşağıdadır. Və vaxt uzatmadan qısa bir video çəkməyə planlaşdırıram. Niyə görə qısa? Çünki Klassikonun analizi TikTok'dadır. Detallı, incə məqamlara toxunmuşam. Heç kimin toxunmadığı məqamlara toxunmuşam. Bir Barsa fanatı olaraq bəzi Barsa oyuncularını yerdən yerə vurmuşam, baxa bilərsiniz. Bu da belə. Birbaşa ailə həyatına qarışmışam. Ana-bacı söhbət gedib orada. Deməli, dostlar, başlayaq uzatmadan, nə deyəcək? Dünən 10 manatdan 250 manat tutan qardaşımızı təbrik edirəm. Sadəcə başqa bir yerdən oynayır deyə onu paylaşmadım. Amma siz başqa yerdən oynamaya bilərsiniz. Çünki o başqa yerdə məsələn kimdə var idi bugün? Union Saint-Gilloise məsələn 3 top at, 3-dən açırlar bir çox oyundan. Biz ki açıq-aşkar favoritlərin toplarını 3-dən açırlar. Əksər hallarda da gəlmir. Məsələn burada elə şey yoxdur və sair və axır. Oynayanda da bizim TFC agent kodumuzu daxil edə bilərsiniz. 244 780. Bu da belə. Məncə heç nə unutmadım və yavaş-yavaş artıq keçmək olar analizlərə. 15:30-da Torino-Genoa oyunu keçirilir. Ancaq canlı. Xahiş edirəm. Ağlınıza batırsa, niyə görə canlı deyirəm? Ağlınıza batırsa. Ya Babat əmsalından götürəcəksiniz. Ya da oyuna baxacaqsınız, deyəcəksiniz ki, yox, mənlik deyil bu. Məncə Genoa burada vuracaq. Bir dənə tık on the fire eləyəcək. İndi də əmsal yaxşıdır əslində, amma baxın. 16:30-da isə Antwerpen-Brügge oyunu var. Buradan 2-5 üst gözləyirəm açığı. Görək olacaqmı? Tərəfə getmədən özdə bu dəfə. Bu Belçika İsveçrə liqasında bilirsinizsə, buyur anormallıqlar baş verir. Biraz ehtiyatlı olun. Mallorca Levante ilə oynayır. Mallorca hissə qazana bilərmi burada dostlar? Bir özünüz də baxarsınız ona. Məntiqlə qazana bilər. Sadəcə hansı dönəmdən keçdiyimizi unutmamalıyıq. Ev hissə qazanar Mallorca'da 1.52 əmsaldır TFC-də. Zürich Young Boys oyunu var. Məsələn, buradan da Zürich 2 oyunda qol vurmur. Young Boys isə rəzil gedir. Özünüz görmüsünüz. Razborkaya çağırıblar azarkeşlər falan. Oyundan sonra St. Gallenə uduzlar, yoxsa nə edilər orada? Uduzlar deyəsən. Artıq bıçaq sümüyə dirənib orada da. Ona görə də 2-5 üstü burada oynamaq olar. Hətta mən fikirləşirəm ki, Young Boys burada yenə də uduza bilər. Yəni Zürich'in 2 topu ilə 2-5 üst gələ bilər. Bunu da bir ekstra şərh kimi deyim sizə. Feyenoord PSV. Deməli, burada mən açıq deyim sizə. Ən azı 3-5 üst gözləyirəm. Və burada time'dan hərəkətlənmə gözləyirəm. Hətta sizə bir şey deyim ki, PSV istəsə burada time'ı öndə qapada bilər. 2.56 da əmsalı var, time'da vura bilər qısası. Amma hətta uda da bilər time'ı. Belə bir ssenari keçdi ağlımdan. Valla Napoli'nin dünənki oyununu gördünüz və başa düşdünüz ki, o PSV ilə oynamadı da, o başqa bir şey idi. Hələ oyun olmur qardaşım. Oyun Inter'dən oyundur. İndi PSV də rəzil bir komandadır, istəyir bir gün uçsun. Feyenoord'u udacaq da, hücum komandasını udacaq. Amma Napoli'yə sən alt top vurursansa, mən burada sorğu-sual eləyərəm. Nəysə. Bournemouth Nottingham Forest oyununa girəcəkdim. Girmirəm. Niyəsini də izah eləyəcəm. Mən açıq deyirəm, etiraf eləyirəm sadəcə. Bu mərz deyil. Gəlməsə belə kimsə şərhdə yazsa da istəyir 55 dəfə yazsın. Mən fikirləşirəm ki, Bournemouth udacaq. Amma Marinakis'in kimliyi, yəni Forest'ın yiyəsinin də sahibinin kimliyi, mafiyalı əlaqələri, birbaşa mafyozların oturdurması. Forest'ın rəzil seriyası, xüsusilə liqada, Porto'nun uddu, amma o Avropada da, liqada hələ də udmayıb. Plus 3 oyunda qol vurmaması məni biraz narahat edir.
Yəni ona görə inşallah ki uğurlar. Bournemouth çox istəyirəm ki bu il çempion olsun. O qədər istəyirəm. Möhtəşəm komandadır. Möhtəşəm məşqçinin rəhbərliyi altında. Belə. Anton Semenyo'nun da ayaqlarına zaval gəlməsin, necə deyirlər, hər vurduğu qol olsun. Getdik. Arsenal'a toxunmayacağam. Sadəcə fikirləşirəm ki, Crystal Palace'a görə Arsenal'ın özü ən çox qol ikinci hissə oynamaq olar və ya da ki, ikinci hissədə vurar oynamaq olar. Kimsə deyə bilər ki, biz Lille'dir, deməli Lille, sonra məsələn kimlər var bu gün? O açıq-aşkar favoritlərdən qaçmaq lazımdır məncə. Arsenal'a kimsə deyə bilər ki, 1.30 neçə açıblar, abi qorxuludur səncə, bu tələ deyil. Ona da bir düzgün cavab verə bilmirik. Çünki Arsenal bu il əla gedir axı. Belə. Lille Metz. Məsələn, burada da Metz 3 oyunu qol vurmur. Və Lille-dəki son 2 oyunlarına, 3 oyunlarına baxın nə edir. Yəni Pauk'dan da 4 top yeməzsən də abi. Razvan Luchescu özü şokda idi. Deməli, burada 2-5-3 gözləyirəm açıq hissədəyim. Çünki Metz 3 oyunda vurmur, bir dənə də o tıklatsın. Belə. Galatasaray Göztepe 1. Yəni nöqtə. Dalı var. Birincisi də daha doğrusu. Bura 2-dən 1 yoxlayaq dostlar. 2-1, 3-1 gözləyirəm. Hətta qəza bəla 3-2-yə də gedə bilər ha bu oyun. Galatasarayın o aşırı preslə oynayıb o yorğun olmasından dolayı və Göztepe'nin əsl komanda olmasından dolayı, fiziki əla bir, keçid bir komandası olduğundan dolayı 2-dən 1 gedər məncə bu oyuna. 1+ gol gözləyirəm qısası. Bu da belə. Bayer Leverkusen Freiburg oyununun isə metrikası var saytda. Mən fikirləşirəm ki, burada qırmızı kart ola bilər. Yəni bunu bir dənə elə belə yoxlayaq. Qırmızı kart yaman gözümü tutub burada. Real Madrid Barça haqqında isə 2 seçim deyəcəm, siz onu sığortalayırsınız. Yaxşımı? Detallı analiz, niyə, nə cür, nə təri, hamısı TikTokdadır. Mən risklilərin deyəcəm, klassikoya bu yaraşar, siz sığortalayın. 6+ və ya ki, nə bilim, 4-500, 5+ belə deyək. Birincisi 2-5 üst. Bu oyun 0-0 qutarar və s. partladarlar, neynəyərlər, indi o məşhur sözlər var. Biz də inanacağıq. Yəni 0-0 qutarsın, 6 qutarsın, biz də hamımız inanacağıq, əl çalacağıq. Urra, əla. Tam biz səhv analiz eləmişdik. Alonso'nun Realı, Flick'in Barsası və oyun 6 qutarır. Urra. Deməli belə, amma əmsallar da 1.20 neçə ilə açılıb, o da maraqlıdır. Kristiansund mən fikirləşirəm ki, 20-0-0'da oynayır. Bu Hamkama Norveç liqasında 2 top vura bilər. 1.87 əmsalda ağlınıza batırsa götürə bilərsiniz. Haugesund Troms oyununda isə ən yüksək üst əmsalı buradadır. Deməli, burada mən fikirləşirəm qol 2-5 üst gələ bilər. Canlıdan ancaq. Xahiş edirəm sizdən canlıdan. Qol 2-5 üstün əmsalı 2.54. Çünki burada mən penalti qırmızı kart gözləyirəm bu oyunda da. Valerenga Stromsgodset'dan oynayır 22-15'də. 2 top vurar düşünürəm. Union Saint-Gillois'dan da Saint-Truden'dən oynayır, evində qəbul edir. 1+ gol gözləyirəm. Belə bir seçimlərim var dostlar. Uğurlar hamıya, bol şans. Allah'a emanet olun.